Bizə kapron lifini verib. Kapron lifini biz belə bilirik. NaCH2 5 CON. Bizə deyir ki, metilen qruplarının sayı 3500'dür deyir. Metilen qrupu burada normalde elementar əlqədə 5'dir. Yəni 5N'dir. 5N bərabərdir. Hibrid orbital sayı 5N bərabərdir 3500. N də buradan eləsi bizim üçün 700. Yəni polimerləşmə dərəcəsi burada 700'dür. Karbon atomlarının hibrid orbitallarının sayını soruşur. Burada karbonumuz sp3 hibrid vəziyyətindədir. Vurdum, belə deyək də 5 dənə sp3'ümüz var. 20 buradadır. Üstə gəl bu sp2'dir. Çünki burada karboksil qrupunun qalığıdır. Üstünə 3. Bu da yəni 20 burada var. 3 dənə də burada sp3'də var. Bu deyədi 23. Biz də 23'ü vurmalıyıq 700'ə. Yəni 23'ü də 700'ə vuranda neçə eləyəcək? 160, 16100. Cavabımız C variantı.